Alanyada ikinci səfərimiz məhz gəmi ilədir. Yol alırıq Alanya limanına. Bu səfərimizin də təşkilatçısı Anex Tur şirkətidir. Turun avtobusu bizi oteldən saat 8-də götürür və biz təxminən 1 saatdan sonra limana yetişirik. Qeyd edim ki, limana ilk çatanlardan da biri biz olduq və ona görə də rahatlıqla öz yerlərimizi tutduq. Qeyd edim ki, Harem Maldiv adlanan bu gəmi 5 mərtəbədən ibarətdir. İndi isə ona doğru irəliləyirik. Təxminən 500 nəfərlik olan bu gəmi həm xarici görkəmi ilə, həm də daxili konsepti ilə digər klassik gəmilərdən fərqlənir. Gəmidə bizi milli geyimli bir xanım, eləcə də şampanlar qarşılayır. Demək olar ki, bu limanda yeganə gəmidir ki, qonaqları şampanla qarşılayır. Gəminin ikinci mərtəbəsində bar yerləşir. Burada həm pulsuz içkilər, eyni zamanda ekstra bardan isə ödənişlə istənilən içkini əldə edə bilərsiniz. Qeyd edim ki, şampan və pivə pulsuz içkilər sırasındadır. Əgər hər hansı bir gəmi ilə tura gedirsinizsə, mütləq birinci özünüzə ən yaxşı yeri seçin. Qeyd edim ki, nə aşağı yerdən, nə də yuxarı yerdən yer seçmək məsləhət deyil. Çünki yuxarı isti olur, aşağıda isə daha çox gediş-gəliş olur. Ona görə də ən yaxşı 3-cü mərtəbədir. Biz şəxsən 3-cü mərtəbədə yer götürdük. Birinci gəldiyimizə görə yer seçmək daha rahat oldu. Və sahil yaradıblar və buranı müalicə edəcək. Gəminin adı ilə görünüşü həmahənglik, uyğunluq təşkil edir. DJ-lərin də olduğu 3-cü mərtəbədən yer seçdik və elə bir yer seçdik ki, 2-ci mərtəbədə olan şou proqramı da rahatlıqla izləyə bilək. Gəmi yola düşəndən və hər kəs öz yerində əyləşəndən sonra Qazax əsilli DJ, animator Nurtaz bizə gəmi ilə bağlı məlumatlarını verir və bu turun özəlliklərini xatırladır. Первая вечеринка, конкурсы, подарки. Настройтесь на классную волну хорошего отдыха. А теперь, что касается самой волны. На той стороне полуострова море немножко шалит. Корабль будет качать вправо-влево, а вас может укачать. Təxminən 5-6 saat səyahət ərzində içkiləri, eləcə də naharın pulsuz olduğunu xatırladır. Burada çoxlu şoular olacağını bildirir və həm də onu da qeyd edir ki, gəmi yırğalana bilər, bundan qorxmaq lazım deyil. Və şou başlayır.
Gəmi 3-4 yerdə Aralıq dənizinin ən şəffaf buxtalarında dayanır və burada girib çimmək mümkündür. Gördüyünüz kimi mən də üzməyə çalışıram. Eyni zamanda çəkiliş də edirəm ki, bəlkə maraqlı bir kadr ala bilərəm, amma gördüyünüz kimi çox keyfiyyətsiz kadrlar əldə etmişəm. Burada dalğalarla mücadilə aparıram, həyatla isə mübarizə və gəmiyə doğru getməyə çalışıram. Marşrutu Setur limanından başlayan gəmi Düdən şəlaləsi, Çatıltaş və Sıçan adaları ətrafında üzmə fasilələri verir. Gəmi şousundan biri də köpük partidir. Burada da gördüyünüz kimi köpüklər göydən axır və insanlar, əsasən də uşaqlar bu köpüklə əylənirlər. Və yenidən 5-ci mərtəbədən çəkiliş aparıram. Gəmidən bir neçə gözəl mənzərəni, eləcə də tarixi qala divarlarını, Qızıl Kuləni, Mayakı, bir neçə mağaranı izləmək mümkündür. Hər şeyin sonu olduğu kimi lüks gəmi turunun da sonuna gəlib çatdıq. Bizə qalan xoş xatirələr və eləcə də bu görüntülər oldu. İstədim ki, bu görüntüləri sizinlə də bölüşüm. Əyani olmasa da qiyabi olaraq bizimlə gəzəsiniz.